Hamınızı salamlayıram. Öncelikle təşkilatçı komiteye de teşekkür edirəm. Şəhərimizə gələn qonaqlar, misafirlərimiz də, hocalar da hamınız hoş geldiniz. Sizleri görmek büyük mutluluk. Benim sunumum Philadelphia negatif mieloproliferatif xəstəliklər. Buradadır. Deməli, Dünya Səhiyyə Təşkilatının hematolojik xəstəliklər, hematolojik malignitelər sınıflandırmasının 5-ci və ICSS beynəlxalq konsensus klasifikasyonunda mieloproliferatif neoplasilər, KML və Philadelphia negatif olan diğer 3 grup olarak bölündüğünü bilirik. Bunlar klonal hematopoietik kök hücreli xəstəliklərdir. Daha çok yaşlı insanlarda görülürlər. Xüsusən gənclərdə görülənləri əksərən esansiyel trombositoz olduğunu bilirik. Birinci olarak polistemia vera ile başlayacağım. Polistemia vera eritropoezin kontrol mexanizmlerinden kenar eritroid sintezinde ciddi artışın görüldüğü bir mieloproliferatif neoplaziyadır. Diagnostik kriteriyalarda İller boyunca fərqli 2008'de 2016, 2016 ile 2022 arasında fərqli değişiklikler oldu ve en son 2022 klasifikasyasında hemoglobin konsentrasiyasının ve hematokrit değerinin gördüğünüz gibi 16 yarım kişilerde, 16 kadınlarda diagnostik qəbul edildiği ve bu sərhədin üstünde olanların polistemia vera baxımından değerlendirmesi gerektiği tövsiye edilir. Halbuki önceki yanlış hatırlamıyorsam 2008 kriteriyasında bu rəqəmlər daha yüksek idi. 18 yarım. Bu azaltmanın sebebi tabii ki xüsusən maskalanmış polistemia vera deyilən xəstələrin atlanmasını qarşısını almaq idi. Bu xəstələrdə sümükiliyində pan-mieloz görüldüğünü bilirik. Yani her üç hücreyle grubunda artış olur xəstələrdə. Və xüsusən JAK2 mutasiyasının pozitifliyi görülür xəstələrdə. Hər iki variantı fərqli nisbətlərdə olabilir. Eritrositoz veya polistemia ile qabağımıza gələn xəstələrdə xüsusən ikincil faktorlara diqqət etmemiz lazımdır. Burada çok durmayacağım tablo üstünde. Xüsusən son dönemin məşhur dərmanlı olan SGLT2 inhibitörləri. Bunlar hem kardiyologlar, hem nefrologlar, hem endokrinologlar tərəfindən ciddi istifadə olunmaqdadır. Bu dərmanların da eritrositoz yarattığı bilinməli və unudulmamalıdır. Xüsusən yani mexanizmlər həm böbrək funksiyalarını yaxşılaşdırdıkları üçün yaradır olabilirlər, eritropoietin artışı yarattıkları üçün. Həm yan təsirlərindən biridir əslində sidikdə təsir mexanizmləri o şəkildədir. Sidikdə glukoz atılımını təmin etdikləri üçün, glukoz zürüyə yarattıkları üçün bir növ dehidratasiyaya səbəb olaraq da polistemiya yaradabilirlər. Bu xəstələrdə bəhs etdiyim kimi JAK2 geni fərqli nisbətlərdə xüsusən 95-97% polistemiya vera xəstələrində JAK2 V617F mutasiyası, 3-5% nisbətlərdə isə exon 12 mutasiyası görülməkdədir. Anormal karyotiplər bəlli sayıda 15-20% xəstədə görülməkdədir. Həqiqi insidansı bilinmir çünkü atlanmış gözdən qaçan asimptomatik xəstələr vardır. Ortalama sağ qalım daha genç xəstələrdə daha yüksəkdir, 35 ili aşdığı bilinir. Bu slaytda patolojik olarak xəstəliyin mərhələləri və buna binaən yaranan, ortaya çıxan klinik mərhələlərin göstərilir və xəstəliyin əsas klinik əlamətləri eritromelalgiya, konstitusional simptomlar, mikrovaskülər problemlər, splenomegalia, tromboz və mikrovaskülər qanamalar olduğu bilinməkdədir və bu əlamətlərdə xəstələr xəstəliyin keçirdikləri bütün illər ərzində hər patolojik mərhələsinə uyğun olaraq, məsələn, post-polistemik, yəni spent fazı deyilən mərhələdə artıq xəstələrdə fibroz başlayır və dolayısıyla artıq əvvəlki kimi onlar polistemik deyirlər. Dolayısıyla eritromelalgiya və onunla bağlı olan şikayətlər yoxdur. Amma bu səfər tam əksinə anemiya, bəlkə hemoglobinin normal olması, amma splenomegaliyada artış görülməyə başlayır. Diagnostik algoritm tablosunu Barbuy və Teferinin aşağı yuxarı hər il American Journal Hematology'de yayınlanan tövsiyələrindən aldım. Başta gördüğünüz kimi kişilerde 16 yarımın, kadınlarda 16'nın üstünde hemoglobin olan her xəstəyə
periferik qandan JAK2 mutasyon həm exon 12 həm exon 12 həm də V617F mutasiyası baxılması, eyni zamanda EPO baxılması tövsiyə olunur. Mən şəxsən bu şəkildə çalışmıram. Xüsusən biraz az öncə göstərdiyim ikinci səbəbləri inkar etmək üçün gərəkli olan tablodakı xəstəlikləri inkar etməmiz gərəkli olduğunu düşünürəm. Xüsusən öncəliklə bəzən EPO-ya çox önəm verirəm və tabloda və heç bir diaqnostik kriteriyalarda da olmasa da polisemiya bir panmiyeloz xəstəliyidir və bir xəstədə sadəcə hemoqlobin yüksəkliyi, təbii ki, çox ciddi miqdarda deyilsə, həmən polisemiya verə baxımdan JAK analizi və hələ hər iki genetik analizi, yəni ölkəmiz şərtlərində eləmirəm. Burada yanaşma bu şəkildə tövsiyə olunur və JAK2 mutasiyasının və eritropoyetinin səviyyələrinə görə də sonrasında diaqnostik taramaya davam eləməyi məsləhət görürlər. Xüsusən burada qısa bəhs eləmək istədiyim JAK2-si mutasyonu negatif olanlar və EPO dəyəri aşağı olan xəstələrdə EPOR mutasyonunun varlığı, yəni bunlar da irsi polistemiyalar, ailəsəl polistemiyalar baxımından dəyərləndirilməlidir. Bu testlər də periferik qan genetik incələmələrlə dəyərləndirilir, NGS testləri vasitəsilə aparıla bilər. Xəstəlik diaqnozu qoyulduqdan sonra önəmli olan risk modelləmələrinin aparılmasıdır. İki təməl risk modeli, ənənəvi risk modelləri daha çox yaş və trombozun istifadə olunduğu və bu risk modelləməsi əslində tromboz riskini dəyərləndirilən risk modelləməsidir. Çünki müalicə hissəsinə gələndə bəhs edəcəm, əsas müalicədə hədəflərdən biri trombozu müalicə eləməkdir və qarşısını almaqdır bu xəstələrdə. Təbii ki, lösemik transformasyon riskini artıran başqa faktorlar var, anormal karyotipin olması. Onun xaricində sağ qalımı artıran digər faktorlardan biri leykositozun varlığı yenə göstərilə bilər. Daha güncəl, daha yeni genetik risk modelləməsi MIPS-PV günümüzdə tövsiyə olunmaqdadır. Burada gördüyünüz kimi yaş, leykosit miqdarı, biraz daha genetik testlərin artıq dəyərləndirmə içərisinə alınması gərəkdiyini, imkan varsa, mümkündürsə NGS metodu ilə çalışılması gərəkdiyi tövsiyə olunur. Müalicədə əsas hədəflər trombozların qarşısının alınmasıdır, simptom kontroldur, mümkündürsə günümüz dərmanlarıyla biraz mübahisəlidir, amma xəstəlik progresiyasını yavaşlatmaq olmalıdır və xəstəliyin müalicəsində ən önəmli olan risk qrubunun müəyyən edilməsi və ona görə bir müalicə strategiyası aparılması tövsiyə olunur. Bütün xəstələrə, polisemiya vera xəstələrinə düşük doz aspirin 80 və 100 mg və tədavi edici flebotomi, yəni hematokrit 45 altında olacaq şəkildə flebotomi tövsiyə olunur. Digər müalicə tövsiyələri isə xəstənin riskinə görə davam etməkdədir. Burada da yenə həmin kılavuzdan, məqalədən aldığım tövsiyəni yerləşdirdim. Gördüyünüz kimi hamıya flebotomi ilə hematokriti 45 altında tutmaq və düşük doz aspirin hamıya mütləq başlanması tövsiyə olunur. Onun sonrasında düşük riskli olan qrupda bəzi xəstələrə gündə 2 dəfə aspirin verilə biləcəyimiz deyilir. Bu xəstə qrubu xüsusən mikrovaskülər simptomları çox olan, əlavə kardiovaskülər risk faktoru leykositozu olan xəstələrdir. PEGIlə interferon istifadəsini tövsiyə edir, xüsusən reproduktiv dönəmdəki, yaşdakı xanımlarda və ya hamilələrdə daha çox tercih edilməsini tövsiyə edir. Onun xaricində ciddi qaşıntısı olan, çox sıx flebotomiya ehtiyacı olan xəstələrdə. Yüksək riskli polisemiya vera xəstələri isə bunlar adətən yaşlı və ya 60 yaş üzəri və tromboz hekayəsi olan xəstələrdir ki, bu xəstələrdə mütləq şəkildə günlük 2 doz 500 mg başlanğıc dozu hidreya tövsiyə olunur, hidroksuriya. Və mövcud olan tromboza görə, arterial tromboz olan xəstələrdə əlavə antiaqreqan müalicə verilməsini, venöz tromboz olan xəstələrdə isə sistemik antikoagulyasiyon tövsiyə olunur. Bir digər önəmli məsələ hidroksuriya rezistantlığı və ya intolerantlıq məsələsidir ki, bu da həm polisemiya verada, həm esansiyel trombositozda çox dəqiq müəyyənləşdirilmişdir. Qısaca tam tablonu oxumayacağım. 3 aylıq müddətdə maksimal doz tövsiyə olunan 2 qram gün kimi dozu istifadə eləməsinə rəğmən hələ də trombositozu, leykositozu davam edən, hələ də flebotomiya ehtiyacı olan xəstələr, refrakter xəstələr sayılır. Onun xaricində bir də qəbul edilməyən
qeyri-hematolojik toksitelər və ya ayaq ülsərləri olan xəstələr də intolerant xəstələr qəbul edilir ki, bu xəstələrdə əlimizdəki seçim ruxotinibdir. Ruxotinib oral JAK1-2 tirozinkinaz inhibitördür. JAK-STAT yolunu inhibə edərək təsir göstərir və bu təsirini JAK pozitifliyindən asılı olmadan göstərdiyini bilirik. Ruxotinibin pozitiv və reindikasyon çalışmaları respons 1 və 2 olduğunu bilirik. Yine eyni şəkildə və bu çalışmalardan tek ayrıca bəhs edəcəm. Qısaca respons 1 çalışmasında hematokrit və dalaq kontrolunun birinci təməl hədəf olaraq qarşınıza qoyulmuşdu. Respons 2-də isə xüsusən hematokrit kontrol. Bu çalışmaların birbirindən təməl fərqləri respons çalışmasında dalaq böyüklüyü olan xəstələr üzərində və hidroksuriya rezistantlıq və intolerantlıq olan xəstələrdə aparılmışdır. Və çalışma sonucunda həm dalaq ölçüsündə, həm hematokrit kontrolda, həm simptomlarda BAT-a görə, yəni mövcud ən yaxşı müalicəyə görə daha yaxşı ruxotiniblə cavab alındığı göstərilmişdir. Respons 2 çalışması splenomegalisi olmayan, amma yenə eyni şəkildə hidroksuriya direnci olan və ya verə bilmədiyimiz xəstələrdədir. Bunlarda da eyni şəkildə ruxotinibin həm flebotomi ehtiyacında ciddi azaltma yaratdığı, həm də simptomlarda ciddi yaxşılaşma təmin elədiyi göstərilmişdir. Xəstələrdə daha dərin və daha davamlı hematokrit kontrolunu təmin elədiyi, bu sayədə də olaysız sağ qalım, EFS daha davamlı təmin elədiyi göstərilmişdir. Eyni zamanda ruxotinibin respons 2 çalışmasında da JAK allel yükündə daha tutarlı bir azaltma təmin elədiyi göstərmişdir. Həm daha davamlı hematokrit kontrol sağlaması, həm JAK2 allel yükündə azalma etməsi səbəbilə, daha dərin hematolojik cavab görünməsi səbəbilə tromboembolik komplikasiyaların azaldığına dair də fikir söylənə bilər deyir bu çalışmadan. Amma əksi göstərən çalışmalar da vardır. Yəni ki, ruxotinibin trombozdan tam qoruduğu hələ ki dəqiq bilinməməkdədir ki, bu çalışmada, bu meta-analizdir, 15 çalışmanın 4 meta-analizin birləşdirdiyi randomiza kontrollü çalışmalara görə tromboz insidansında ruxotinib qoruyucu deyildir. Bir digər önəmli dərman qrupu interferonlardır ki, interferonlar günümüzdə ropeg interferon ölkəmizdə təmin etmə şansımız hələ ki yoxdur, amma çalışmalarda çox ümid verici nəticələr var. Ropeg interferon çalışmaları, PROUD və Continuation PV çalışmalarında ropeg interferonun hidroksuriya və BAT-a görə daha yaxşı hematolojik kontrol təmin elədiyi və daha uzun müddətli EFS təmin elədiyi görülməkdədir. Başlanğıc etibarilə 12-ci ayda xəstələrdə hardasa ciddi bir hematolojik cavab baxımından fərqi olmasa da aylar geçdikcə xüsusən ropeg interferon qrupunda cavabların daha dərinləşdiyi görülməkdədir. Burada da eyni şəkildə yenə daha davamlı mavi çubuqlarla göstərilən və daha uzun hematolojik kontrolun ropeg qrupunda görüldüyü bildirilir. Interferon qrupunun zaten digər qrup dərmanı inhidrəyə görə öne çıxaran illər uzunu əsas xüsusiyyətlərindən biri onların JAK allel yükündə azaltma edə biləcəyi, xəstəlik modifiyə edici xüsusiyyətləri ola biləcəyi idi və burada da o göstərilir. Yəni BAT qrupunda da öncəliklə bir azalma olsa da sonradan allel yükündə artış olmuşdur. Yəni allel yükünün önəmi xəstəliyi molekulyar olaraq kontrol altına ala bilmə şansı verir bizə gələcəkdə. Yeni ilaçlar polistimerverada xüsusən biraz ilgi çekici rusfertit, hepsidin mimetiki olarak bu çalışmaları devam etmektedir ve xüsusən flebotomiyaya olan ihtiyacı azaltmada ve simptom kontrolünde çok önemlidir. İkinci bəhs etmək istədiyim xəstəlik esansiyel trombositoz, xüsusən mikrosirkülatör, mikrovasküler simptomlarla birlikte özünü gösteren klonal bir trombositozdur. Diagnostik kriteriyalarda trombosit değerinin 450'nin üstünde davamlı, daha yüksek, kronik olarak yüksek olması majör baş kriteriyalardan biridir. Genetik tablosu polistimervera ile aşağı yukarı benzerlik gösterir. Burada da myeloproliferatif xəstəliklərin temel driver sürücü mutasyaları JAK, kaloretkülün ve MPL görülmektedir. Trombositoz, esansiyel trombositozdan şüpheləndiğimiz, yani trombositi 450'nin üzerinde olan bir xəstədə
ICSS tövsiyəsinə görə JAK2, KAL retikülin və MPL mutasyonlarının baxılması tövsiyə olunur, amma gördüyünüz kimi bu mutasyonların negativ olması xəstəliyi hələ də olmadığı mənasına gəlmir və ya bu mutasiyaların pozitiv olması da hələ də xəstənin ET olduğu mənasına gəlmir. Diaqnostik kriteriyalarda klinik əlamətlər, morfolojik və laboratuar əlamətlərin birlikdə dəyərləndirməsi çox önəmlidir bu xəstəliklərdə. Xüsusən burada da yenə PVD olduğu kimi digər trombositoz yarada biləcək səbəblər baxımından diqqətli olmaq lazımdır. Xüsusən bəhs elədim, JAK pozitiv olmasına rəğmən hələ də esansial trombositoz bir xəstəni nəyə görə qəbul etməməliyik? Xüsusən prefibrotik miyelofibroz ET-dən ayrımı çox önəmli bir xəstəlikdir. Önəmi də burada görsənir, xüsusən genəl sağ qalımda, lösemisiz sağ qalımda esansial trombositoz PMF-dən ciddi şəkildə ayrılır. Daha yüngül, daha xronik xəstəlikdir. PMF isə daha ciddi xəstəlikdir. Dolayısıyla diaqnoz anında atlanmaması gərəkir. Esansial trombositoz xəstəliyində də PVD kimi istifadə olunan bir köhnə, daha ənənəvi risk modelləmələri var. Bu IPSET, IPSET risk skorlamasıdır. Daha güncəl istifadə olunan risk modelləri isə tövsiyə olunan 3A AAA survival modeli. Burada yaşın, nötrofilin və lenfositozun dəyərləndirilməsi tövsiyə olunur və eyni zamanda genetik dəyərləndirmələrin də inteqrə edildiyi MIPS skorlaması burada da tövsiyə edilməkdədir. Tövsiyə bənzərdir, risk qrupunu müəyyən elədikdən sonra xəstəliyin riskinə görə müalicə tövsiyəsi verilməkdədir. Burada xüsusən bu qrup biraz diqqət çəkicidir. Çox aşağı riskli xəstəliyə sahib olanlar, bu xəstələr JAK negativ olan və xüsusən digər mutasiyalarda negativ olan, KAL retikulin, MPL-si də negativ olan, kardiovaskülər bariz bir risk daşımayan xəstələr və gənc xəstələr, onlarda sadəcə müşahidə belə verilə bilər. Digər qrup xəstələrdə günlük tək doz aspirin, günlük 2 doz aspirini hansı qrup xəstəyə verməliyik? O qrup xəstələr xüsusən mikrovaskülər simptomları çox olan xəstələrdir. Bunlar barmaq ucunda, ayaq altında yanma şikayəti, eritromelalgiya şikayəti, baş ağrısı, belə şeylər çox çəkən xəstələrdir. Və xüsusən kardiovaskülər risk faktoru biraz daha ön planda olan xəstələrdir. Yüksək risk qrupunda olan xəstələrə isə burada hidreya birinci seçim olaraq tövsiyə olunmaqdadır. Və aspirin təbii ki, davamlı olaraq hər xəstədə istifadəsi tövsiyə olunur. Xüsusən burada bir digər üstünə vurğulamaq istədiyim məsələ trombosit sayının 1.500.000-ü aşdığı xəstə qrupunda mütləq şəkildə sitoreduktiv müalicə verilməlidir. Yəni xəstə düşük risk qrupundadır və ya gənc olmasına baxmayaraq trombosit sayı aşıbsa, xüsusən bu xəstə qrupunda aspirin istifadəsinə diqqətli olunmalıdır. Çünki qazanılmış von Willebrand xəstəliyi ola bilir bu xəstələrdə və aspirinlə ciddi qanama riski ortaya çıxa bilir. PGL interferonun yenə esansial trombositozda da çalışmaları vardır və effektiv olduğu həm PV'də, həm ET-də göstərilmişdir. Burada da bəzi yeni ilaçlar var, çox təfərrüatına girməyəcəm. Burada lizin spesifik demetilaz inhibitörləri və bəzi başqa KAL retikulin mutasiyasına təsir edən hədəfə yönəlik ilaçlar araşdırılması davam etməkdədir. Bu 3 Philadelphia negativ miyeloproliferativ xəstəliyin bəlkə də ən problemlisi olan miyelofibroz. Bu xəstəlik atipik megakaryosit hiperplaziyası və sümük iliyində ciddi fibroz ilə xarakterizə olunan bir klonal kök hüceyrə xəstəliyidir. Driver miyeloproliferativ xəstəlik mutasiyaları bunlarda da burada da görülməkdədir. Bəlli nisbətlərdə aşikar və prefibrotik mərhələləri, bunlar de novo variantın. Bir də ikincil miyelofibrosun variantları vardır. Bunlar da esansial trombositoz fonunda yaranmış olanlar və polistemia vera fonunda yaranmış olanlardır. Sitokinlərin rolu miyelofibroz patobiyolojisində çox önəmlidir. JAK-STAT yolunda olan disregulyasyon, anormal sitokin salınımı, bunlar həm xəstəliyin əsas problemli tərəfi olan fibrozun ortaya çıxması, klinikası, bütün simptomlardan da məsul olan məhz bu sitokin salınımıdır. Prefibrotik və aşikar miyelofibroz Dünya Səhiyyə Təşkilatı diaqnostik kriteriyalarında xüsusən təbii ki, burada patoloqlara böyük iş düşür. Megakaryotik proliferasiya atipiya
və retikulin fibrozisinin 2 və 3-ün üzərində olması önəmlidir. Prefibrotik miyelofibrozda isə fibroz aşkar miyelofibroza görə biraz daha aşağı olmalıdır. Onun haricində ciddi sümük iliyi dəyərlənməsində ciddi fərqlər yoxdur. Bu xəstələrdə də diaqnoz sonrası NCC'nin də tövsiyəsi, digər bütün protokollarda tövsiyə, digər xəstəliklərdə olduğu kimi öncəliklə risk qrupunun müəyyən edilməsi, burada bəzi skorlama sistemlərinin istifadə olunması tövsiyə olunur. Hər keçən gün bu sistemlərdə də güncəlləmələr var. Ən köhnə olanı IPSS sistemi, sonrasında DIPS, DIPS Plus, MIPS 70 və MIPS 70 Plus. Bunlar fərqli skorlama sistemləridir. Əlimizdəki imkanlara görə istifadə edə bilirik bəzilərini, xüsusən fərqli tərəfləri MIPS skorlamaları daha genetik testlərin daha çox istifadə olunduğu, yüksək molekulyar risk olan xəstələrin burada daha doğru, dolğun dəyərləndirildiyi üçün daha güncəl bir risk skorlama vasitəsidir. Bu MISEC və MySEC PM isə ikincil miyelofibroz, yəni esansiyel trombositoz və ya polisemiya vera fonunda yaranmış miyelofibroz xəstələrində istifadə olunan skorlama modeli, proqnostik modelləmədir. Buna görə bütün xəstələrdə skorlamalar hesablanıb, risk qrubu müəyyən edildikdən sonra xəstələr gördüyünüz kimi çox yüksək risk, orta və aşağı risk olaraq bölünməkdədir və xüsusən yüksək risk, hətta intermediate 2 və çox yüksək risk olan bütün qrup xəstələrə transplantasiya tövsiyə olunmaqdadır. Onun haricində düşük riskli xəstələrdə ya asimptomatik olan qrupda sadəcə müşahidə, simptomatik olan qrupda isə mövcud olan problemlərə yönəlik müalicələr tövsiyə olunmaqdadır. Təkrar üstündən qısaca keçim, düşük riskli miyelofibroz xəstələrində müalicə daha çox simptoma yönəlik aparılır. Bu simptomda əgər xəstədə anemiya varsa, eritropoetin səviyyəsinə görə eritropoetindir, danazoldur, imidlərdir, bunlar istifadə oluna bilər. Mövcud əgər olan daha çox ön planda konstitusional simptomları varsa, burada daha çox ruksoitinib və hidroksüriyanın faydalı olduğunu bilirik. Düşük risk qrubundadır, amma simptomatik splenomegaliyası var xəstənin. Burada da yenə ruksoitinib, sitoreduktiv hidroksüriya müalicəsi və ya splenektomiya və ya şualandırılması dalağın bəlkə arterial embolizasyon vəziyyətə görə dəyərləndirilə bilər. Yüksək risk qrubunda xəstələrdə dediyim kimi bütün qrup xəstələrə öncəliklə sümük iliyi transplantasiya baxımından dəyərləndirmə tövsiyə olunur və ruksoitinibdə ən azından mən şəxsi təcrübəmdə çox bu qədər başarılı nəticələr əldə eləməmiş olsam da Komfort 1 və Komfort 2 ruksoitinibin burada indikasyon aldığı çalışmalar və bariz genel sağ qalım üstünlüyü, dalaq kontrolu baxımından üstünlük göstərdiyi kontrol qrubuna görə çalışmalardır ki, ruksoitinibin miyelofibrozda təməl ən çox istifadə olunan dərmanlardan biri olaraq önə çıxarır. Ruksoitinib dediyim kimi JAK1, JAK2 inhibitoruydu və sonrasında gələn digər 1-3-4 daha JAK inhibitorləri ortaya çıxdı. Bunlar da fərqli klinik hallarda istifadəsi tövsiyə olunur. Bunlardan biri özellikle ruksoitinib refraktər və intoleran olan splenomegaliyası olan xəstələrdə istifadə olunan fedratinib isimli ilacın çalışması olan Jakarta çalışmasıdır ki xəstələrin ardısı bu 24-cü həftədə 35% dalaq boyutunda küçülmə 55% nisbətində ciddi bir faizlə göstərildiyi çalışmadır. Pakritinib yenə bir digər JAK inhibitörudur, JAK1-2 inhibitörudur və bu dərman isə xüsusən trombostopenik olan xəstələrdə ön plana çıxmaqdadır və ciddi həm transfüzyon yükündə azalmaya səbəb olduğu, həm hemoglobin miqdarında artışa səbəb olduğu, həm dalaq miqdarında kontrol BAT qrubuna görə daha yaxşı nəticə verdiyi göstərilmişdir bu çalışma ilə. Bir digər JAK inhibitörü momelotinibdir. Momelotinib isə miyelofibroz simptomatik anemiyalı xəstələrdə. Təəssüf ki, ruksoitinibin təməl yan təsirlərindən biri, zorlayıcı tərəflərindən biri zamanla anemiya yaranmasıdır ki, o xəstə qrupunda momelotinib istifadəsinin TSS skorunda, yəni genel simptom kontrolunda çox başarılı olduğu göstərilmişdir.
Yeni dərmanlar var, bəhs elədiyim çalışma məqalələrdə göstərilən, xüsusən Navitoclax, Venetoclax da bənzər BCL2 inhibitördür, eyni zamanda əlavə olaraq BCL-XL inhibitördür. Bu XL də trombositlə əlaqədar bir nöqtə olduğu üçün, xüsusən bu dərmanın da ana yan təsirlərindən biri trombositopenidir. Və bu qədər dərmandan bəhs eləmişkən, bunların kimilərinə heç ölkəmizdə əldə etməyə ulaşım şansımız yoxdur. Allogenik nakil ilik köçürməsi hələ də miyelofibrozda tək kürativ, yəni müalicə edici vasitə olaraq bilinməkdədir. ERLN və EBMT-nin tövsiyələrinə görə IPSS, DIPS Plus risk qruplarında yüksək, intermediate 2 və high risk olan 70 yaş altı bütün xəstələr sümük iliyi transplantasiya baxımından dəyərləndirilməlidir. Burada xüsusən həm akraba, qohum donorları transplantasiyası, həm günümüzdə artıq akraba dışı donorların istifadəsi və haploidentik ilik transplantasiyasının istifadəsi xüsusən artıq sanki sümük iliyi transplantasiya şansı yoxdur seçənəyini biraz çox ərtəliyir deyim. Onun xaricində bir neçə xırda nöqtə var daha toxunmaq istədiyim. Bunlar da sürətlə keçim. Splenektomiya mübahisəli məsələdir. Xüsusən ilik köçürməsinə gedəcək xəstələrdə, transplantasyon tövsiyə olunan xəstələrdə nakil öncəsi ilik splenektomi olunsunmu, olunmasınmı? Çünki massiv splenomeqaliya sümük iliyi transplantasiyasında enqrafmanı ciddi əngəlləyən, gecikdirən bir səbəbdir. Amma mütləq pretransplant splenektomi tövsiyəsi yoxdur. Onun xaricində başqa indikasyonlarla, yəni transfüzyonla ciddi asılı olan anemisi varsa xəstənin, çox ciddi simptomatik ağrılı splenomeqaliyası varsa, portal hipertansiyon varsa, bu xəstələrdə yenə splenektomi xəstəyə görə fərdiləşdirilərək dəyərləndirilə bilər. Onun xaricində splenik radiasyon bu yenə bir digər müalicə vasitəsi olaraq nadirən başvurula biləcək. Xüsusən splenektomi məsələn olunmuş, amma ekstramedülər hematopoiez səbəbi ilə komplikasiya yaşayan xəstələrdə də radioterapi həmin nöqtələrə verilə bilər. Bir digər qısa nöqtə, bu xəstələr xüsusən esansiyel trombositoz bəhs elədiyim kimi gənc xəstələrdə çox görülür və dolayısıyla hamilələrdə kroniki mieloproliferativ xəstəliklərin yönətimi önəmlidir. Burada da aspirin hər xəstə mütləq almalıdır. İnterferon, sitorediktiv müalicə ehtiyacı varsa hidriya yerinə interferon seçilməlidir. DMAH dediyimiz, yəni kleksan, enoxaparin kimə istifadə eləyək? Daha öncə komplikasiya yaşamış bir hamiləlik morbiditesi varsa və ya tromboz riski başqa faktorlardan ötürü çox yuxarı isə bu xəstələrdə aspirinə yanaşı olaraq kleksan da düşünülməsi tövsiyə olunur. Təşəkkür edirəm diqqətiniz üçün. Çox sağ olun. Minnətdarım.